İnsanlar son vaxtlar ən çox hansı problemi yaşayır? Məsələn, mən də müşahidə edirəm, siz də, sosial şəbəkələrdə görürük, digər yerlərdə ki, tikinti şirkətləri biz başa düşürük, tikmək lazımdır, abadlaşdırmaq lazımdır. Siz alıcısınız, evin sahibi satandır. Siz satanın istəyini, arzusunu, tələbini nəzərə almırsınız. Məcburi. Gedirsiniz insanı, vətəndaşı evindən çıxardırsınız, şirkət rəhbərlərinə deyirəm. Və onlara istədiyiniz, nə bilim, az bir pullar ödeyirsiniz də, belə deyək də, onun mənzilinin qiyməti, o orada yaşayırsa, hər bir kəs öz mənzilinin qiyməti nə qədərdir, dəyərini bilir. Siz o dəyərdən qat-qat aşağı bu sakinlərə, bu vətəndaşlara pul ödeyirsiniz. Hər gün insanlar nə qədər şikayət edir. O deyir, mənim evimi gəldilər, sökdülər. Bu deyir, mənim evimi sökmədilər, qonşunun mənzilini söküblər, dağıdıblar. Təbii ki, əgər qonşunun mənzili dağıdılıbsa, bu mənə təsir etməlidir. Qaz olmayacaq, su olmayacaq, işıq olmayacaq, mən narahat olacağım, toz olacaq, səs olacaq, bina titrəyəcək, ev titrəyəcək. Bəli. Demək, bu günlərdə paytaxtın Yasamal rayonu 1-ci Alatava yaşayış massivi Abdul Vahab Salamzadə küçəsində tikinti şirkəti yaşayış olan bir hissəsini, yəni evin bir hissəsini dağıdıb. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən bizim mediaya bildirilib ki, həmin tikinti şirkətinin iş icraçısı və ekskavatorlar sürücüsü saxlanılıb. Fakta görə artıq Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Sağ olsun Daxili İşlər Nazirliyi bu özbaşınalığı təbii ki, yığışdırmaq lazımdır. Mən mənzilimi satıram. Bu başqa bir şeydir. Bir də var, mən mənzilimi satmaq istəmirəm. Sən gəlin mənim mənzilimə, belə məcburi soxulmusan, girmisən, dağıdırsan, mən bilirəm ki, mənim bir kvadratım 5000 manatdır aziyinlə. Sən deyirsən, yox, mən sənə 1000 manat verirəm. Mənim əgər 30 kvadrat metri evim var, demək sən mənə 30 min pul verirsən, mən mərkəzdən köçüb gedirəm. 30 minə mən harada mənzil ala bilərəm? Ay, hörmətli şirkət rəhbərləri. İnsafınız olsun da, sən Bakının mərkəzində, tutaq, mən yaşıram Nizami Kinoteatrının yanında, Nəsim rayonunda. Siz burada mənzili tikəcəksiniz, mənə 1000 manatdan, 1500-dən pul verəcəksiniz, tutaq 50 min verdiniz. Mən gedib, nə bilim, şəhərin hansı hissəsində də, ən ucqar yerlərdə mənzil almalıyam. Sən mənə 1500-dən verirsən, amma bunu tikəndən sonra buranın bir kvadratını satacaqsan 50 minə, 60 minə. Yenə də deyirəm, insafınız olsun. Razılığa gəlir. Bu insanları incitmin, hörmətli şirkət rəhbərləri. Bir mənzili 40 nəfərə satırsınız. Bir mənzilə 50 nəfəri qeydiyyata salırsınız.